8-ci aydan hər kəsə salamlar. Bir ay Gerkules kaşasından davam eləyəndən sonra kaşanın tərkibinə qreçka unu da əlavə eləyirəm. Və hər ay başqa dənli bitki əlavə eləyərək bu formada səhər kaşalarımızı daha da tərkibini zənginləşdirirəm. Əvvəlcə qreçkanı, qarabaşaq deyil, qreçka artıq hamı qreçka deyirik. Yuyub təmiz bu formada bir neçə dəfə süzdükdən sonra qurudacağam. Tam quruyub, bir günü tam quruyur. İndi isə üyüdəcəm. Bu formada da bişirmək olar, amma mən əliyəcəm ki, səhər kaşamıza tez başa gəlsin, daha tez bişsin. Hər birini un formasına salmaq istəyirəm. Və daha sonra Gerkules ununla qarışdıracağam. Hər ikisini bir yerdə bişirəcəm. Daha iri qarabaşaq dənələrini suplarda istifadə edirəm. Yenə də eyni qayda ilə xurmanın qabığını soyub bişiririk. Bişirdikcə xurmanı içində əzin, bişəndən sonra əzdikdə dad vermir kaşaya. Uşaqlar daha yaxşı yeməsi üçün hər dəfə qarışdırdıqda xurmaları əzməyə çalışın. Bu dəfə dənəli bişirdim. Çünki daha sonra da ayırıb bu formada götürmək olur. Bismillah. Bunda da necədir? Bir fərqlilik var ömrüm. Sən əl dəymə boş qaba. Hiss edirəm ki, məqsədin çıqqılı barmaqlarımı boş qaba keçirtməkdir. Yox, ömrüm. Mən deyirəm. Şu olsun. Bir ay bu formada davam eləyirəm. Bəzən səhər yeməkləri verməmək olar. Hər gün bu kaşanı verirəm. Arada məsələn yarım banan ola bilər. Kəsmi ilə banan qarışığını səhər də keçirdə bilərik. Ayca. Yeməyimizi bitirdik. D vitaminimizi də içək. İstəsəniz ayca ağza, istəsəniz belə qaşıqla. Şu olsun. Ay can. Artıq tam oturur. Əvvəl oturanda biraz yanlara əyilirdi. Düzdür, uşağı tez otuzduranda 6 ayından, 7 ayından oturur. Mən istəmədim, məcbur eləyim. Həmişə yerdə, qarnı üstə, üzü üstə belə qoyurdum ki, özü tam sərbəst otursun. Yəni erkən otuzdurmağın əleyhinəyəm. Eləcə də manyeja qoymadım Xadınoka ki, tez gəzməsin. Yəni onsuz da vaxtı çatanda uşaq özü gəzəcək. Hətta ziyandır. Oy. Ne istemiştin? Ay şirin. Ay can. İndi isə Nisa üçün kəsmiyi və qatığı hazırlayacağam. Hazırlanması çox sadədir. Sadəcə fikir olaraq göstərirəm. Yəqin ki, çoxunuz bunu bilirsiniz. Süd qaynayandan sonra qatığı mayalamaq üçün bir banka götürdüm və qalan süddən qaynar halda kəsmik hazırlayırıq və ılıqlanandan sonra pendir hazırlayacağam. Pendiri 3 formada mayalamaq olar. Marketlərdə hazır pendir mayası satılır və hazırlanma qaydası axtarsanız bu barədə videolar çoxdur. Mən sizə təbii ki, pendirin hazırlanmağını göstərmək istəmirəm. Çünki belə deyim, daha detaylı özünüz əlavə video izləyərsiniz. Bir müddət qalandan sonra kəsmik kimi çürüyür və bunu süzüb pendir hazırlayırıq. Başqa formada isə pendiri kəsmik qaydası ilə hazırlamaq olar və bir də qoyun qursağından təbii formada. Bu formada süzəndən sonra dilimləyib duzlayacağam. Üzərinə ağırlıq qoyun ki, suyu çıxsın və bu sudan da elə mən pendirin özü üçün pendir suyu hazırlayacağam. Dilimləyəndən sonra duza batırıb saxlayırıq. 2 gün, 1 gün saxlayanlar var. Yenə deyirəm, ətraflı izahat videoları var. İstəsəniz buyurub baxa bilərsiniz. Və bunu Nisa'ya verə bilmirəm təəssüf ki,
1 yaşdan yuxarıdır çünki duz istifadəsi. Ona görə uşaqlara evdə özünüz hazırlaya bilərsiniz. Fikir olaraq sizinlə bölüşdüm. Və belə duzlayandan sonra özündə suyu çıxır və inanılmaz dadlı pendir olur. Həm də öz əlinizlə hazırlamısınız. Və üzərinə də pendirin suyunu tökürəm. İstəsəz bankada saxlamaq olar, yaxud elə qazanda da saxlamaq olar. Seçim sizin, fərqi yoxdur. Bu formada pendiri bir neçə gün saxlayacaq, hələ ki yeməli deyil və qatıqlar bu formada hazırdır, mayalanıb. Qatığı menyuya əlavə etdikdə ilk başlarda hardasa bir həftə suyunu süzüb bu formada verirəm. Baxmayaraq ki, qatığın suyu həddindən artıq faydalıdır, amma ilk başlarda çox sadə, ağır olmadan başlayıb, daha sonra adi formada istifadə edirəm. Yavaş-yavaş danışmaq istəyirəm. İstəsəz ərik dənələri, təbii ərik, mövsümündə olan meyvələri qatmaq olar. Hələ ki ərikdir, çiyələkdir, təzə çıxır, ona görə qatmadım. Yoğurtu istədiyiniz formadan hazırlaya bilərsiniz, istədiyiniz meyvənə. Gəldim. Ay, ələ yox, verirəm, acmısan. Can. Bismillah. Belə daha dadlı oldu sanki. Hə. Nuş olsun. Ay can, nuş olsun. Acından ağlamışdın, yoxsa əsəbləşib ağlamışdın? Bunu götür. Saç gözleyeceğim. Başına. Boş papel bunu yapamıyorum. Sen boş papel ne işi? Ben bilirim değil mi? İndi isə 1 litr südə 1 stəkan qatıq əlavə edib kəsmik hazırlayacağam. Tökən kimi 1-2 dəqiqə qaynayır, suyu çıxır, yaşıl rəngə çalan. Kəsmiyi 5 gün, 4 gün vermək olar. Soyucuda saxlayın. Yəni xarab olmur, hətta 6 günə qədər hər gün 1 yemək qaşığı bananla əzib vermək olar. Əlinə yox, ana versin. Əlini boş qoy salmadı aşkım. Mən verirəm. Hadi. Acmaz. Oy maşallah sənə. Haydi. Haydi. Kəsmiyin suyundan isə çox gözəl çörək, bulkalar, yaxud pirajki xəmiri çıxır və qara unla ağ unu yarı-yarıya qatdım ki, bu formada hazırladım. Nisaya da verirəm, ona görə 2 cür hazırlayıram. Birinin duzunu az eləyirəm, 1 çimdik mayaya tökürəm, yəni belə deyək, tam duzsuz çörək alınır. Digərini isə normal halda. Həm suplara doğramaq olur, həm uşaqlar yeyəndə xoşlayır. Yəni çörəyi əlinə verəndə adi mağazadan aldığımız çörəklərin tərkibi yəqin ki, çoxunuza məlumdur. Nisaya suplarını bişirmək üçün belə balaca şirin qazan aldım. Onu da deyim ki, supların tərəvəzlərini ürəyiniz istəyən kimi tökə bilərsiniz. Bəzi istisnalar var ki, 1 yaşdan tez olmaz və yer kökü, kartof, soğan, hətta mən suplarına sarımsaq da tökürəm çox vaxt. Kabaçki, qabaq, belə deyək, brokoli istədiyiniz formada. Yumru düyü, yerli düyüdür, xırdalanmış qreçka dənəsi də olar, fərqi yoxdur. Və bişdikdən sonra altını söndürüb zeytin yağı əlavə edirəm. Bu formada suplarımız istədiyiniz ağız dadınıza uyğun bişirə bilərsiniz. Gördüyünüz kimi hələ ki duz tökmədim və inşallah 8 aydan sonra 9-cu ayda artıq toyuq suyunun, bulyonundan və yaxud toyuğun ətini tökə bilərsiniz yeməyə az-az. Necədir? Qəşəngdir. Qəşəngdir. Dadlıdır. Ay, heç istəmir. Yavaş-yavaş yeyək. Aferin sənə. Bəzən mənə deyirlər ki,
Sənin uşaqların özü yeyimcildir, yemək seçmir. Həqiqətən ilk başlardan çox şey asılıdır. Mən evdəki öz bişirdiyimiz yeməkdən verməyəndə deyirlər ki, biraz çörəyi batır ver, heç nə olmaz. Yəni mən onun ziyanından çox uşağın ağız dadının dəyişməsindən narahatam. Çünki ev yeməkləri nə qədər olmasa yağlı, duzlu, bəzən tomatlı olur. Təbii ki, uşaq bunu sevir, yeyir. Amma ondan sonra sizin duzsuz bişirdiyiniz brokoli suplarını yeməyəcək. Ona görə də yəni bir dəfə verməklə heç nə olmur deyəndə ziyanın yox, ağız dadının dəyişməsini nəzərdə tutun. Ev yeməyi yeyən uşaq sizin pəhrizdadsız, duzsuz yeməklərinizi yeməyəcək. Bir dəfə də olsa ağzına dəyməsin. 1 yaşa qədər səbirli olun, ondan sonra rasiona duz əlavə eləmək olar, amma şəkəri yenə də 2 yaşa qədər tam qorumaqla davam edirik. Evdə hazırladığım kompotu, şirələri heç birini vermirəm. Baxmayaraq ki, özüm təbii meyvədən hazırlamışam, amma tərkibində şəkər olduğuna görə onları da vermirik. Yeni qidalara başlayanda görmədiyi yeni əşyalar verirəm ki, başı qarışsın. Aycan, amma əsas odur ki, televizora, telefona baxa-baxa yemək verməyin ilk başdan. Aycan, biraz ögümələr olmağı normaldır. Yeni tanış olur. Tamam. Can. Niyə öyrənməlisən ömrüm? İndi isə adi qarabaşaq supu hazırlayacağım. Sup da deyə bilərik. Elə qarabaşağın özünü adi formada dəmləmək də deyə bilərik. Biraz yer kökü dad üçün əlavə eləyirəm və bişdikdən sonra yenə zeytun yağı əlavə eləyəcəm. Heyvani yağlara 8 aydan tez başlamıram və belə deyim, 8 aydan sonra toyuq əti verə bilərsiniz. Biraz balıq. Hardasa 10 ayından sonra mən mal ətinə başlayıram. Yəni 1 yaşdan tez mal əti olmaz. Belə deyim, mal ətinin suyundan istifadə edirəm. 1 yaşdan sonra kiçik küftələrə başlayıram. Nə yaxşı yedin, çox sevindim. Videomuzu burada bitirirəm. İnşallah 9-cu ay videosunu sizinlə bölüşəcəm. Menyumuza hansı qidalar əlavə olunacaq. Yəni istədiyiniz meyvəni mövsümündədirsə əzib püre şəklində və yaxud da qatığa qataraq verə bilərsiniz. Hələlik bizi izləməyə davam eləyin. Növbəti videolarda görüşənədək.